hamımızın sevimlisi, Sumqayıtımızın fəxri, dəyərlisi Müşfiq müəllimə verək. Müşfiq müəllim, çox xoş gəlmisiniz. İnanıram ki, bizim bu məkanımızda ilk qonaq olmağın şərəfini sizə verdiyimiz üçün bunu da dəyərləndirərsiniz. Çünki hamımız həyəcanlıyıq. Televizor ekranlarından, YouTube'dan sevə-sevə izlədiyi insanı canlı qarşımızda görüb ona suallar vermək, onun düşüncələrini dinləmək bizim hamımıza böyük fəxirdir. Çox sağ olun mən. Və çox istərdim ki, özünüzü təqdim edəsiniz. Özünü təqdim eləmək biraz çox fəlsəfi sualdır. Xoş gəlmişsiniz bu arada. Və 3 il yarımdır mən Türkiyədən geri qayıtmışam və doğma Sumqayıtda ilk çıxışımdır. Həmişə Bakıda olubdu. Çox da istəyirdim burada bir şey alınsın. Bir-iki dəfə də cəhd olundu, amma alınmadı bu görüş. Qismət bugünəymiş. Mağazanızda mübarək, çox gözəldir. Dizaynı, həm aurası, düşüncəyə uyğun bir konseptdir. Belə, özünü təqdim eləmək məsələsi həqiqətən fəlsəfi bir şeydir. Biz zaten özümüzü təqdim eləyirik doğulandan. Zaten biz özümüzü təqdim eləyirik. Uşaq vaxtı bu təqdimat çox gözəl alınır. Uşaqlar özlərini o qədər gözəl təqdim eləyirlər ki, o qədər şirin, o qədər təbii, dörd göz lazımdır o təqdimata baxsın. Düz deyəndə də gözəl olur, yanlış deyəndə də gözəl olur. Düz yeriyəndə də gözəl olur uşaqda, yıxılanda da gözəl olur. Ağlayanda da gözəl olur, güləndə də gözəl olur. Bax, bu əsil təqdimatdır. Sonra ağıllandıqca bizim təqdimatımız pozulur. Ağıl bizim ruhumuza çox qarışıqlıq qatır. Və bir də müdriklüyü axtaranda biz o həqiqi təqdimatımızı axtarırıq. Biz kimik? Biz əslində kimik? Ortada ego falan qazanırıq, statuslar qazanırıq və o statuslar da bizim həqiqi təqdimatımıza mane olur. Təqdimatımıza çox şey mane olur. Gəlirik yer üzünə, birdən gözümüzü açıb görürük ki, kasıbıq. Əməlli başlı əngəl olur özümüzü təqdim eləməyə bu. Üstü başımızın köhnə paltarda olması, ətrafımızın münasib olmaması, sıxılırıq bundan. Sonra zənginləşirik, imkanlı oluruq, o da bir əngələ dönür təqdimatımıza. Yəni, çox çətin bir şeydir özünü təqdim eləmək. Çox da fəlsəfi bir sualdır. Amma belə ümumi şəkildə mən bir fəlsəfə müəllimiyəm, bir filosofam. Şərq fəlsəfəsi üzrə ixtisaslaşmışam. Fəlsəfə doktoru, dosentəm məktəblərdə. Bu qədər, yəni filosof sözünə gələk. Mən özümü 20 yaşlarımdan filosof kimi təqdim edirəm. Bu da bir çox qarnında sancısı olan adamlara pis təsir edir. Deyirlər, sən özünü fəlsəfəçi adlandır. Bu yaxınlarda bir kafedra müdürü qarnına sancı dolmuşdu, status qoymuşdu. Fəlsəfəçi və filosofun definisiyasını verməyə çalışırdı. Başa düşdüm nəyə görə bunu edir. Deyirəm, sən fəlsəfəçisən, fəlsəfəçi ol. Mən filosofam, icazə ver özümü filosof kimi təqdim edeyim. Riski sən eləmirsən, mən eləyirəm. Amma narahat. Narahat. Filosof isə o qədər də şey deyil, iddialı bir ad deyil. Qədim Yunanistanda bu adı fikirləşiblər. Filosof həqiqəti sevən deməkdir. Sevməkdə nə var ki, bir qıza 100 dənə oğlan elçi düşə bilər, qız birinə gedər. İndi mən də həqiqətə elçi düşmüşəm, o demək deyil ki, həqiqət məndədir.
Niyə paxıllanırsınız? Qapın qırağında durub mən də öz şansımı gözləyirəm. Hə, bu həqiqəti sevməkdir. Bu böyük bir iddia falan da deyil. Bəlkə adların ən iddiasızıdır. Həqiqəti sevmək. Qəlbi korlar bundan da narahat olurlar. Və bir başqa illüziya da var, o da köləlik psixologiyasından irəli gəlir. Məsələn, bura qonaq dəvət eləsələr Fransadan, desələr ki, filosofdur, heç şübhə etmədən yığışacaqlar, qulaq asacaqlar. Fransadan olar, Almaniyadan olar, Zənzibardan da olar, Azərbaycandan olmaz. Bu, gizli bir əksiklik psixologiyasının üzə vurmasıdır. İnsanlar özlərini dəyərləndirmirlər. Çünki özlərini təqdim eləyə bilmirlər. Bilmirlər kimdirlər, nə gəzdirirlər ürəklərində. Tanrının nurunu gəzdirirlər ürəklərində. O qədər dəyərlidirlər. Özünüzü ölçməyə başlayarsınız, tərəziniz qırılar. O qədər dəyərlisiniz ki. Ədəbiyyat tarixində, mən burada onun kitabı var mı? Walt Whitman vardı, bir Amerikan şairi, çox dahi bir insan olub. O özünü vəsf edirdi. Mən iki belə insan tanıyıram. Bir Nəsimini, bir də Walt Whitman'ı özünü vəsf edirdi. Və burada qətiyyən egoizmin tozu belə yoxdur. Bu elə bir dərin səviyyədə aşkarlana bilər ki, özünü vəsf etmək, özündəkiləri vəsf etmək. Bu, çox böyük bir hikmətin ağzını açmış olar. İnsanlar da bundan bəhrələnərlər. Walt Whitman da o belə idi. Bura gələndə birisi bir statusuma rəy yazmışdı. Mən də onun rəyinə cavab verdim, sonra onu da statusa qoydum. Düşünürəm, onu da xatırladım. İndi videolar biraz populyarlaşır son vaxtlar. Tamam təsadüf adamlar da gəlir. Mən də rəyləri artıq oxumağa da vaxt çatdıra bilmirəm. Əvvəllər baxırdım belə bəzi adamların statuslarında, gördüm ki, adamı söyürlər, adam heç reaksiya vermir də. Deyirdim, nə güclü adamdır bu, söyürlər, reaksiya vermir. Sadəcə oxumağa çatdırmır. Oxumağa çatdırmır, rəy çox olanda deyir, şəşi qoy söysünlər, o da yaxşıdır. Biri də yazıb, indi bu nə danışır ki, Amerika kəşf elədi bu. Çox xoşuma gəldi, yazdım, yox, özünü kəşf eləyibdir, onun bütün sevinci buna əsaslanır. Bu həqiqətən çox böyük bir sevincdir. Sən Amerikanı kəşf eləyə bilərsən, Kalum kimi. Amma inanmıram ki, onun sevinci özünü kəşf eləyən Walt Whitman'in və ya Nəsiminin sevincinə çata bilər. Heç tozuna da çatanmaz. Çox böyük məyusluq gözləyirdi Kalumbu. Hindistanı kəşf etmək istəyirdi, gəlib Amerikaya çıxdı. Gördü, qızılzat da çox yoxdur burada. Amma fəza var. O fəzada da ildə bir dəfə, iki dəfə tufan olur. Çovğun çıxır. O qədər də uyğun bir yer də deyilmiş sən demə. Məyusluq var idi. O istəyirdi Hindistana yolu tapsın. Oradan baharatlar gətirsin Avropaya, satsın. Qısa bir yol. Amma Walt Whitman'lər təsadüfən özlərini kəşf eləyirlər və sevinclərindən qəşş eləyirlər. Bu həqiqətən dünyanın ən böyük kəşfidir. Kaş ki biz bu qədər elmi tərəqqi dalınca düşməyəydik, amma özümüzü kəşf etmək yoluna düşəydik. Üzümüz daha çox gülərdi. Qəlbimiz daha çox çiçək açardı. Özünü kəşf etmək sevinci çox böyük bir sevincdir. Bu qədər təqdimat biraz uzun oldu, amma dedim də. Çox gözəl oldu. Mən bildiyim qədər Müşfiq Şükürovun ötkün olan ləqəbinə olan yolunun da təqdim etməsinə biraz ehtiyacımız var. Siz necə oldu ki, ötkün oldunuz? Ötkün adını mənə Asif Ata verdi, ustadım. Ustadım haqqında həmişə mən söz deyirəm. Çünki ilk dəfə filosofu gördüm onda. Kitablardan oxumuşdum, amma filosofu həm də canlı görəsən gərək.
görəsən və anlayasan ki, fikir onun qəlbindən necə doğulur. Bu çox unikal bir müşahidə ediləsi məqamdır. Fikrin doğulması. Çıxış edən insanlara baxın, adamların yarıdan çoxu əzbərlənmiş şeylərdən danışır. Kitablardan danışır, oxuduqlarından danışır, yaşamadıqlarından danışır. İlk dəfə idi ki, mən Asifatada yaşanılmış şeylərdən danışan və olduqca maraqlı bir şeylərə aparan, mənim özümə də gərəkli olan bir söhbətlərə şahid oldum və başa düşdüm ki, ya, filosof belə olurmuş. Və mən bu vaxta qədər görməmişdimmiş bunu. Və mən düşdüm onun arxasınca, o da məni özünə tələb elədi. Mənimlə bərabər çox adamlar da var idi. Və hər kəsə də ad verirdi o. Mənə də ötkün adı verdi. Belə bir təqdim elədi ki, bugünü ötməsən, sabaha çatmazsın. Siyasəti ötməsən, ruhaniyyata çatmazsın. Ötərini ötməsən, əbədiyə çatmazsın. Belə şeylərlə şərh verdi. Dedi ki, sənə də ötkünlük adı qoyuram, ötkünən. Mənim egoma da biraz xoş gəldi. Ötkünlük. Amma familiyam da Şükürovdur mənim. Atamdan gələn familiyadır. İllər keçəndən sonra mən şükranlıq mövzusuna çox zikirləməyə başladım. Mən də bugün bizim mövzumuzda şükranlıq mövzusuna toxunmaq istəyirdim. Yaxşı ki, siz buna özünüz bir ayaq verdiniz. Bir də istədiyim sizdən oydu ki, Müşfiq müəllim institutu bitirəndən sonra düşündüyü həqiqətlərin arasında, indiki Müşfiq Ötkünün həqiqətlərin arasındakı olan fərqi. Şükranlığı deyim, yəni o şükranlıq məsələsi məndə boy qaldırmağa başlayanda təsadüfən oldu. Ümumiyyətlə, həqiqət adamın ömrünə elə gəlir ki, sən onu gözləmirsən. Sən bir şey axtarırsan, gedirsən başqa şey tapırsan. Belə bir şey var. O Walt Whitmanlər özlərini tapanda, həm də ona görə təəccüb və çaşqınlıq içərisində sevinirlər ki, onlar bunu heç gözləmirdilər. Bizdə bir söz var, uşaqlara öyrədirlər. O son dərəcə mənalı gəlir mənə. Əkil-bəkil quş idi, ağaca qonmuş idi. Getdim onu tutmağa, o məni tutmuş idi. İnsan özünü kəşf eləyəndə belə bir his yaşayır. Mən getdim onu tutmağa, o məni tutdu. İşə baxa. Burada bir yanılma olur. Və həqiqətlər də adamın ömrünə elə gəlir. Şükranlıq həqiqəti də mənim ömrümə elə gəldi. Və sonra baxdım ki, Allah mənə Şükürov familiyasını da qəşəng veribdi. Vaxtında verir, amma fikir verməmişəm. İpucları idi, bilirsiniz. Biz o həyatımızda olan ipuclarına fikir verməliyik. Adınız, familiyanız, doğulduğunuz yer, ailəniz, hamısı sizə ipuclarıdır. Oxumağa çalışın. İqra deyiləndə həm də bunu deyilir. Sənin üçün ən münasib bir şərait yaradıb Allah ki, sən özünü oxuya biləsən. İndi o dövrdəki düşüncələrlə bu dövrdəki düşüncələr arasında təbii ki, yerlə göy qədər fərq var. Bir də sizə bir şey söyleyeyim. Hər 7 ildən bir mənim düşüncələrimdə kardinal dəyişikliklər olub. O qədər ki, məni üzr istəyirəm, gəncliyimdə də dinləyənlər var. Burada məsələn Vahid oturubdu. Mənim ən gənc vaxtlarımda dərs dediyim vaxtlarda tələbəm olubdu. Bəzən o biri dərslərdən də qaçıb gəlirdi, mənim dərsimdə otururdu. Məsələn, ona maraqlı gəlirdi. Mən sizə deyirəm, acaba nə danışırdım o vaxtlarda? Və auditoriyam mənim tez-tez dəyişibdi. Və indi məni dinləyən adamlar tam başqa adamlardılar. Onların içində inanclı adamlar çoxdur. Əvvəllər ateistlər çox idi. Əvvəllər feministlər çox idi. Sonra mən antifeminist oldum. İndi antifeministlər çoxluq təşkilləməyə başlayır. Yəni, adamlar da haqlıdırlar, deyir, sən bir müəyyənləş görüm, sən kimsən də? Mən də qabıq tökə-tökə gedirəm, ilan qabıq tökən kimi, dəyişə-dəyişə gedirəm və məndən asılı deyil, bu həqiqət belədir. Ona görə məsələn Yunus Emre deyir, gəl gör məni neynədir bu həqiqət. Niyə bu
intonasiyanı verir. Onu bu poetik bir şey kimi? Gəl gör məni eşq neynədi. Yəni ki, mən belə gözləmirdim. Qaldım ya nə yəni. Mən bunu belə gözləmirdim. Mən planlaşdırmamışdım bunu və yaxşıdır planlaşdırmadığım bir şeylər sənin başına gələndə. Bu dünyanın ən gözəl bir şeydir. Və auditoriyalarda zaman dəyişirdi. Mən də məcbur qalırdım. Sadəcə deyirdim ki, indi belə deyir. Mən sizə bir şey deyəmmərəm də. Və çıxıb gedirdilər, amma yeni auditoriyaya gəlirdi həmişə. Ondan sonra daha rahat oldum da indi. Yəni, indiki səviyyəmdə, vəziyyətimdə anladığım şeylərlə bölüşürəm də. Hər dəfə bəzi şeylər satıram elə bir ki də, bir ticarət dükandısa, hər dəfə satdığım məhsulu dəyişirəm, amma ona da tələbat olur. Biz insanlar beləyik. Müşfiq müəllim, siz dünənki seminarınızda da mən iştirak etdim və bəzi məqamları orada özümə çox kəşf etdim. Danışdıqlarınızın içində xüsusi vurğuladığınız hər zaman həqiqət olur. Həqiqət axtarışı və bizim də sizinlə görüşü hazırlayan zamanda biz qeydiyyat üçün bəzi suallar qoymuşduq ki, sizinlə görüşmək istəyən insanları bu görüşdən bəkləntiləri nədir? Mən də baxdım ki, bu görüşlərdə insanların çoxusu, daha çox gənclər var idi və bu gənclərin hər birinin sizin həqiqət axtarışınıza, onun nəticəsinə və axtarışınızın sizin uğurlarınıza verdiyi yol, bu suallar hamını həddindən artıq çox maraqlandırır. Dünən siz dediniz ki, insanın həyatı yoldur. Bizim bu gənclərimizin də bu yol axtarışında xüsusi nəyə fikir vermək lazım olduğunu lütfən bizə də biraz danışarsınız. Tamam. Bu bayaq şükranlıq haqqında soruşdunuz, fikrimi tam deyənmədim. Elə bu da əsas bölüşmək istədiyim şeylərdir gənclərlə. İndi ağlıma gəldi. Quran deyir ki, və bütün dini kitablar da bunu deyir. İncil də bunu deyir, Tövrat da bunu deyir, Tammapada da bunu deyir. Bol-bol öyün Allahı. Bu ən anlaşılmaz bir şeydir. Təsəvvür edin ki, ata gəlir evə, deyir, uşaqlar, bu gündən hamınız məni öyəcəksiniz. Mən evə girəndən mənə təriflər deyəcəksiniz. Arvad başda olmaqla, hamınız sırayla diktaturaya oxşayır, elə deyil. Yaxşı bir şeyə də oxşamır sanki. Allah niyə bizdən bunu istəsin ki, bol-bol öyün məni? Yəni, ona bol-bol şükr eləyin. Biz nə vaxt şükr eləyirik? Bizə məsələn, yaxşı bir lütf eləyəndə. Məsələn, çay süzürlər, təşəkkür deyirsiniz. Məsələn, yaxşı bir hədiyyə alırlar, təşəkkür edirsiniz. Bol-bol öyün Allahı o qədər ki, varlıq sizə hədiyyə kimi görünsün. Həyatımız bizə. Və nə qədər çox öysəz, nə qədər çox təriflər desəz Allaha, bir o qədər xoşbaxtlığınız artacaq. Bir o qədər varlığı həqiqi boyutunda görəcəksiniz. Siz varlığı balaca görürsünüz, o isə çox böyükdür. Eşitmisiniz Cəlaləddin Rumidə ki, Sultan çağırır Leylini, baxmaq istəyir, bu nə gözəllikdədir, onun hərəmxanası doludur gözəl qızlarla. Baxmaq istəyir, bu əcəba nə gözəllikdədir ki, Qeysi Məcnun elədi. Gör ki, adi bir qızdır. Necə belə qeyri-adi bir gözəlliyi də yoxdur. Amma Qeys dəli olub. Deyir, səndə heç bir gözəllik yoxdur, adamı dəli eləyəcək. O da deyir ki, Sultan sağ olsun, siz mənə öz gözlərinizlə baxırsınız. Məcnunun gözü ilə baxa bilmirsiniz. Məcnunun gözü ilə Leylinin xalı dünyalara bərabərdir. Məcnunun gözü ilə Leylinin qəmzəsi dünyalara bərabərdir. Bu əsil gözdür. Bu ən həqiqi gözdür. Hər detalı dünyalara bərabər görsün. Və siz əgər şükranlığa girərsənizsə,
və nə qədər çox girərsənizsə, dünya sizin üçün elə bir leyli olar. İnsanlar ona görə xoşbaxt deyirlər ki, dünya əllərində olanlar onlara az gəlir. Hətta bunu bir fəlsəfəyə də çevirirlər. İngilislər deyir, ask for more, daha çox istə. Pepsi-Cola reklamında bir vaxtlar yazırdılar. Daha çox istə ki, heç olmasa bir şey qopara biləsən. Bu canavar fəlsəfəsidir. Bu oğru fəlsəfəsidir. Bu insan fəlsəfəsi deyil. Əllərində çox şey var insanların, amma bu onları xoşbaxt eləməyə yetmir. Onlara daha çox, elə bilirsiniz, daha çox versəz xoşbaxt olacaq. Ay hay. iPhone istəyir, 16 Pro Max verilə bilirsən, xoşbaxt olacaq. 3 həftə, 4 həftə. Ən arzuladığı avtomobilin daha bahalısını al ver ona. Elə bilirsiniz, bu onu xoşbaxt edəcək. Nəfs deyil xoşbaxt olan. Nəfs xoşbaxt olan orqan deyil. Uşağınıza ən bahalı əşyalar alın. Elə bilirsiniz, sizi çox istəyəcək. Narazılığı daha da artacaq. Kaş ki, sən Elon Musk olaydın. Nə də almısan mənə? Deyəcək. Qadınlarınıza bir hədiyyə yox, 1000 hədiyyə alın. Elə bilirsiniz ki, bu garantiya alacaq ki, sizi çox sevəcəklər. Yox. Hədiyyə almaq lazımdır qadınlara, o ayrı məsələ. Amma bu, sizi daha çox sevəcəklər anlamına gəlməyəcək. İnsanın nəfsini yedirtkinə və ümid elə ki, o məni çox sevəcək, evlad olsun, ya həyat yoldaşı olsun. Yanlış düşüncədir. Alacaq o hədiyyələri və yenə naşükür olacaq. İnsan şükranlıq adlı bir həqiqətə gəlib çıxmalıdır ki, onun həqiqi gözü açılsın. Onda deyəcək, ay, nədir bu həyat ya? Bunun hər addımı qeyri-adidir, hər addımı. Bir pritça danışacağım sizə. Çin pritçasıdır. Bir oğlan bir müdrik adam haqqında xəbərini alır onun və qərara gəlir ki, mən müdrikliyi öyrənəcəm də, həqiqəti dərk edib xoşbaxt olmaq istəyirəm və atasından ona düşəcək mülkü istəyir. Atası da heç vaxt istəməz ki, uşağı belə bir fikrə düşsün. Nəysə, məcbur qalır, əlacı kəsilir, malını, mülkünü satır, buna düşəcək hissəni buna verir. O da uzun yola çıxacaq deyə bunu qızıla çevirir, qızıl tozuna 2 dənə kisə eləyir, hərəsini bir corabına soxur və yolu alır əlinə. Gedir, uzun yollardan keçir, nəhayət Çinin bir dağlıq hissəsində bu müdrik adamı tapır, görür onu və gəlir, deyir ki, bəs mən istəyirəm ki, sən mənə həqiqəti öyrədəsən. O da deyir, sən bilirsən də mən çox pul alıram həqiqətə görə. Belə baxırdı, müəllimdir, özü də pul istəyir. Deyir, yaxşı, varımdır mənim pulum, çıxarır kisənin birini verir ona. Müəllim isə onu oxuyur, bilir ki, bunun 2 kisəsi var. Deyir, bu azdır. Daha başa kilo boyda yolu gəlib, yarısını verib. O birisi yarısını da verməyə məcbur qalır. 2 kisəni də verir, onu çağırır uçurumun kənarına və torbaları uçuruma buraxır. O toz, qızıl tozlarını. Deyir, sənə birinci dərsimi verirəm. Mənim üçün bütün dünya qızıldır. Bu həqiqətən də bütün dinlərdə dərk olunası ən böyük həqiqətdir. Bütün dünya qızıldır, son dərəcə dəyərlidir. Bir dəfə bir başqa Çin müdriyindən soruşurlar ki, mən Konfutsiyadan kitab yazmışam, Çinliləri biraz çox sevirəm. Çin müdriyindən soruşurlar ki, dünyada ən qiymətli şey nədir? Deyir, ölü pişiyin başı. Hərdən bir görmüsünüz yəqin, ölü pişiyin başı çürüyür, qopur. Yəni, baxılası mənzərə deyil. Nəyə istifadə olunacaq, onu da bilmirsən. Ölü eşeğin başı olsa, yenə bir kəpərə taxarsan, qarğaları qorxutmaq üçün. Bu nə üçündür, bilmirsən. Silah kimi də istifadə edən olub. Məsələn, Yahudilərin bir peyğəmbər qəhrəmanı olub, Samsun, eşeğin çənəsi ilə bir ordunu qırıbdır. Ola bilər. Amma bu pişiyin başı nəyə gərəkdir? O sual verir ki, ən qiymətli şey nədir?
İstəyir eşitsin, nə bilim, filan sapfir, filan yaqut, filan brilliant. Yəqin belə bir şey eşitmək istəyir. O da deyir, ən lazımsız şeyin adını çəkir. Ölü pişiyin başı. Dərk eləyən insan üçün bu dünyanın tozu da hədsiz dərəcədə dəyərli olur. Və bu adam xoşbaxt olur. Dünyaya bu gözlə baxan adam səhər qəhvaltısını yeyir, xoşbaxt olur. Evdəkilərlə söhbət edir, onları görür, xoşbaxt olur. Elə bil ki, daimi şərab içmiş bir adamdır. İnsanlar ona görə şərab içirlər ki, o halı yaxalaya bilmirlər, təbii şəkildə yaxalaya bilmirlər. Məst ola bilmirlər. Xəyyam bir rübaisində deyir ki, bu qəbirstanlıqlardakı adamlara baxırsınız, deyir, nədir? Gəliblər, deyir, bu dünyaya, içiblər eşqin şərabını və məst olub, yıxılıblar qəbirstanlıqda, sərxoşlar. Çox gözəl bir bənzətmədir. Bu dünyaya gələsən, qəşşiliyib yıxılmayasan, axmaqsan. Və sən bu hala çatmayınca, sənin bədbəxtliyin səni yaşamağa qoymur. Sənə deyib, bir şeylə axtar, tap, başını divara vur, amma xoşbaxt ol. Ona görə o posterə bir söz yazmışdı, Vedalardan gələn bir fikirdir. Göyü deyir, yaylığa bükmək daha asan bir şeydir. Nəinki həqiqətə çatmadan xoşbaxt olmaq. Bu axmaqlıq çox yayılıbdır, geniş yayılmış bir axmaqlıqdır. Varım olsun, xoşbaxt olaram, nə bilim, yarım olsun, xoşbaxt olaram, işim olsun, karyeram olsun, xoşbaxt olaram deyə insanlar var. Amma əgər sən kör olacaqsansa, kar olacaqsansa, dünyanı elə gözlə görməyəcəksən ki, o sənə hədsiz dərəcədə xumarlıq verə. Bizim muğamlarımızda var ya, xumar oldum, xumar oldum, xumar oldum. O sufilərin əhvallarıdır. Varlığa baxasan, xumar olmayasan, məst olmayasan. Əgər bu hala gəlib çatmamısansa, demək ki, boşuna keçmisən ömrü və ömür də səndən qisasını alır. Deyir, bir şeylərlə çat o həqiqətə. Soruşurlar məndən ki, həqiqət nədir tez-tez deyirsən? Deyirəm, həqiqət o sözdür ki, onu duyunca sən xoşbaxt olursun. Onu duyunca sən xoşbaxtlığın qapısı açılır. Deyir, bunun sözü mən eşirəm, Quranın hər səhifəsi bir xoşbaxtlıq qapısıdır, hər ayəsi. Bütün müqəddəs kitablar elədir. Vedalarında elədir. Hər ayəsi bir xoşbaxtlıq qapısıdır. Amma sənin açarın yoxdur ora girməyə. Nə olsun ki, sən həqiqətin sözünü tanıyırsan, həqiqətin içini tanımayınca, o Leylanın həqiqi mənasını görməyincə sən eşqə düşməyəcəksən. Eşqə düşməkdir həqiqəti dərk eləmək. Onun üçün adamın qavrayışı dəyişsin. Qavrayışı da ən çox nə dəyişir? Şükranlıq. Gənclərə şükranlıq üzərində çalışın. Əksinə onları narazılıq üzərində böyüdürlər. Narazı ol. Hətta bir şairləri də var idi. Bircə ondan razıyam ki, özümdən narazıyam. Sevmədim Bəxtiyar Vahabzadə. O da müdriklik iddiasındaydı. Amma onun fəlsəfəsidir, vurduğu nöqtələri sevmədim. Dəyərli şairdir, şübhəsiz ki. Və bunu yayırlar, bunu böyük hikmət kimi ki, bircə ondan razıyam ki, özümdən narazıyam. Amma həyatından narazı olmaq, hər şeyi az görmək, bilirsiniz nəyə gətirib çıxarır? Aşiq olursan bir qıza, dünyalar gözəli bir qıza, sevirsən onu, dillər tökürsən ona, alırsan onu, sonra 3-4 ildən sonra sənin içindəki o narazılıq tezisi o qızı gözəllik taxtından salır yerə. Daha sevmirsən onu. Sən ümumiyyətlə taxtdan salan adamsan. Ona görə birisi çıxanda taxta ki, mən filosofam, Naxçıvanda bir şey görmüşdüm, qayalar görmüşdüm, getdim oturdum orada. Dedim, filosof taxtını tapıb. Bir şəkildə qoymuşdum. Qəsdən hərdən belə qıcıqlayıcı şeylər də yazıram. Çünki bilirəm ki, həmən məni o taxtdan
Əlimdən, ayağımdan tutub aşağı salmaq istəyən olacaq. Mən taxtımdır, get özünə taxt tap. Və bu debillər kənara çəkiləndə Egzüperinin balaca şahzadəsindən danışırlar. İntellektualmışlar bunlar. Bu debillər, üzr istəyirəm, hərdən emosiya da göstərmək lazımdır. İntellektual taxılıb Egzüperinin balaca şahzadəsindən də. Bəli, biz hamımız şahzadələrik. Balaca dünyamızın şahzadə. Hər bir dünya, balaca dünya da deyil, böyük dünyadır. Biz balacanı böyük görənlərik. İzin vermirlər sən öz planetində şahzadə olasan. Qısqanırlar ya. Cahillikdən törüyür. Həm də özlərini tapmayıblar ona görədir. Özlərini tapsa sənin sevinci və şərik olar. Başa düşək ki, sənin sevincin onları təhqirləmir. Təhqirləmək üçün deyil. Onları da həmən sevincə dəvət edir. Siz də özünüzü kəşf edin. Siz də öz taxtınızı tapın. Naxçıvanda qayalıqlar çoxdur. Azərbaycan cəmi yerlərində də. Hərə bir taxt tapsın, otursun orada. Hərə öz evində, öz taxtındakı kimi otursun. Və bizim naşükürlüyümüz dünyanı, yaxınlarımızı, əzizlərimizi taxtdan salmaq üsuludur. Çox şey istəyə-istəyə atalarımızı taxtdan salırıq, analarımızı taxtdan salırıq, bacılarımızı, qardaşlarımızı taxtdan salırıq, müəllimlərimizi taxtdan salırıq. Bu Müşü müəllim Harvardda işləmir ki, Azərbaycan universitetlərində işləyir də, bizdə dahi yoxdur, taxtdan salaq onu. Amma bir Johnny gələndə güllə, çiçəklə çıxaq qabağına ki, bu Amerikan universitetinin professorudur. Köləlikdir bu. Nəsrəddin Tusi hardan çıxmışdı, heç diplomu zad da yox idi. Siz bilsəz ki, onun heç bir surğuçlu, möhürlü diplomu yoxdur, məyus olarsınız. Sertifikatı da yox idi heç. Adamın elmi olar. Amma siz taxtdan salanlar ordusu, taxta mindirənlər yox, taxtdan salanlar ordusu, Peyğəmbəri belə görsəz tanımazsınız. Sizin gözünüz kördur. Yalnız vərdişlər var. Heyvani instinktlər var. O instinktlər sizə gözü əvəz edir. Elə bilirsiniz, görürsünüz. Göz isə şükranlıqla açılır. Bu qədim hikmətdir. Əvvəlcə görə gözün açılsın sənin. Şükranlığı o qədər elə ki, axırda əlində tutduğun dünyanı, təmasda olduğun dünyanı, qiyməti sonsuz olan bir hədiyyə kimi görməyə başlayasan. O gələcək. Molla Nəsrəddin bir anekdotu vardı. Deyim onu. Demək, molla fikirləşir nədən pul qazanım? Bu da çox müdrik adam olur. Gedir, biraz qoyun qığı toplayır, üstünü şəkərə batırır, gətirir, qoyur bazarda, deyir, ağıl dərmanı satıram. Cəmaat da gəlir, deyir, necə yəni, ağıl dərmanı, deyir, biri 10 manata. Birisi cəsarətlənir, 10 manata birini alır, yeyir, şəkər gedəndən sonra acı bir dad gəlir, başa düşmür. Deyir, anlamadım, ağlım da artmadı, deyir, birini də al. Birini də alır, deyir, yenə də deyir, anlamadım, birini də al, 30 manat verib, üçüncüsünü də alıb yiyəndən sonra, deyir, bu qoyun qığıymış ki. Görsən ağlarsan, deyir. Valla sizə gülməli gəlir, amma çox hikmətli anekdotdur bu. O qədər şükür eləyin ki, dünya sizə hədiyyə kimi görünməyə başlayanda mollanın səsini eşidəcəksiniz. Bax, ağlanırsan artıq. Proses düz gedir. Proses dərinləşməlidir. Biz xoşbaxt adamlar yaratmalıyıq. Bədbaxt adamların yaratdığı dünyada yaşamaq olmaz. Bədbəxt mühəndislərin, acgöz, həris mühəndislərin yaratdığı əşyaların dünyasında yaşamaq olmaz. Xoşbaxt insanların dünyasında yaşamaq lazım. O günü birisi yazır ki, mənə bir dini ölkə göstərin ki, inkişafa çatmış olsun. Sən deyəm, bədbəxt. O qədər bədbəxtsən ki, gözündən də xəbərin yoxdur. Sizin bu dəqiqə kataloqlarda, turist səfərlərində
şəkillərini çəkdiyib önündə reklam elədiyiniz sivilizasiyalar hamısı dini sivilizasiyalar olub, ay bədbəxtlər. Ölürsünüz, gedirsiniz Almaniyada o Kölnün məşhur gotik kilsəsinin qabağında şəkil çəkdirirsiniz ki, mən də oldum axır ki burada. Mən görməmişdə gəldim, çıxdım bura axır ki. Və o kilsəni çox dini bir sivilizasiya yaradıbdır. Sizin tikdiklərinizi görürəm şüşədən və metaldan. Sizin tikdiklərinizdə ruh yoxdur. Gözəllik yoxdur. Görürsünüz nə qədər gözəllik tikiblər. Misir piramidaları belə dini sivilizasiyanın tikdiyidir. Bakının içəri şəhəri bütün Bakıdan daha dəyərlidir. Daha gözəldir. Mirvarisidir Bakının. Dini sivilizasiya yaradıb onu. Görmürlər axı. Görmürlər. Bütün poeziya, Nəsimini, Füzulini, Nizamini, Şirazini, Firdovsini, dini təfəkkür yaradıb. Hələ bunu da çözə bilmirsiniz. Heç bir Nazim Hikmətimiz Nizaminin ayağı belə deyil. Deyirlər, müqayisə eləməzlər, edərlər. Niyə eləməzlər ki? Böyük də var, böyük də var. Heç bir ateist, Nazim Hikməti də çox sevirəm. Heç bir ateist şair, onun romantikası, onun dərinliyi Nəsimiyə çatmaz. Deyir, dini sivilizasiya nə yaradıb ki? Bir aləm xoşbaxtlıq yaradıbdır, neçə əsrdir xərcləyirik, qurtarmır. Mən də gəldim, girdim şərq fəlsəfəsinə, elə orada da batdım. Dönüb bir qərbi oxumağa zamanım və həvəsim də olmadı. Ona deyirlər ki, sən gerilik yayırsan. Bunların dəyirmanına su tökmürsənsə, demək gerilik yayırsan. Biri də belə olsun. Siz maşallah çox iş görürsünüz, mən də bu tərəfdə iş görürüm. Sizin işiniz sizə, mənim işim mənə. Belə. Bizim zamanımız keçdi məncə. Bir dənə. Bir də qonaqlarımızdan bəlkə kimlərinsə sualı var. Soruşaq mı? Kiminsə sözü var. Olur. Dəyərli qonaqlarımız, bəlkə sizin kimlərinsə sual deyil, sadəcə sözü var. Bəli, əlbəttə. Salamlayıram mən də hər kəsi. Müşfiq müəllim sizi də salamlayıram. Mən ümumiyyətlə hardasa bir 3 aya yaxındır sizi kəşf eləmişəm. Elə ilk sizi dinləyəndən artıq hiss elədim o kəşfi, amma ardıcıl olaraq dinlədikcə də elə burada danışdıqlarınızın demək olar ki, yəni çox səsini dinləmişəm sizdən və hər dinlədikcə də elə bir yeni bir şey dinləmiş kimi çox maraqlı gəlir, dərinlik. Mən özüm Azərbaycan dil ədəbiyyat müəlliməsiyəm. Sizin çıxışlarınızın birində bildirmişdiniz ki, fəlsəfə ilə ədəbiyyatdır, yəni onlar bir-birlərinə çox bağlıdırlar. Həqiqətən də siz bayaqdan deyirsiniz Nizamini, Füzulini. Doğrudan da mən bir ədəbiyyat müəlliməsi olaraq onların o dərinliyini çoxdan artıq kəşf eləmişəm, hiss eləmişəm və sizin də nitqinizdə onu eşitmək çox xoş oldu həqiqətən də. Və bilmirəm, bəlkə də onları oxumağımdan irəli gəlir ki, fəlsəfəyə yönümlülük çoxdur mənim özümdə də. Arada bir yazıram da belə və yazdıqlarım da, yəni ətrafımın dediklərinə görə ki, fəlsəfi yanaşıram nəyisə, yəni adi dildə, sadə dildə deyil, yanaşma tərzim biraz fəlsəfidir, yəni o da özümdən asılı olan bir şey deyil, yəqin ki, o daxildə olan bir şeydir, özümü artıq kəşf eləməyə başlamışam, belə deyim. Bir də sizin o çıxışlarınızda olan çox maraqlı fikirləri mən özüm dərs dediyim şagirdlərimə də bildirirəm. Hər dəfə sizdən sitatlar gətirirəm və təbii ki, bildirirəm ki, müəllifi Müşfiq Ötkündür. Və orada ən çox bəyəndiyim fikir sizin o Leyli ilə bağlı bildirdiniz, bayaq onunla da bağlı bir fikir bildirdiniz. Amma ən çox mənə xoş gələn hissə o idi ki, siz deyirdiniz ki, əgər bir insan çox dərin biliyə malikdirsə, amma onun o biliyi, onu Leyli kimi çöllərə salmasa, o bilik deyil, informasiyadır. Adi bir informasiyadır. İnanın ki, o ifadə o qədər dərinliyə işlədi də məndə, yəni çox bəyəndim və bu ifadəni hər dəfə şagirdlərə bildirəndə mən özdə abituriyentlərlə işləyirəm, yəni yuxarı sinif şagirdləri ilə
və onlara bu ifadələri deyəndə onlar elə bil ki, o ifadənin içində itib batırlar da o dərəcədə. Yəni o qədər xoş gəlir o ifadə onlara, dərinlik, yəni o dərinlik onları çox sevdirir. Belə, yəni bunları bölüşmək istədim sizinlə. Bir də bir şey demək istəyirəm. Üzr istəyirəm, mənim yoldaşım sizin tələbəniz olub. Bəli, Sumqayıt Dövlət Universitetində İqtisadiyyat fakültəsində siz ona dərs demisiniz. Əslində özü də gəlmək istəyirdi, nəsə alınmadı qeydiyyatdan keçməyə, amma özü də yazılmışdı mənimlə bərabər. Və həmçində onu bildirmək istəyirəm ki, siz bir dəfə çıxışlarınızın birində dediniz ki, bizim torpaqlarımızın işğalı ilə bağlı və Qarabağımızın bizə geri qayıtması və mən demək istəyirdim ki, sizin dərs dediyiniz o tələbəniz Qarabağın işğaldan azad olunmasında aparıcı qüvvələrdən biri idi. Bəli, Vətən müharibəsi qəhrəmanıdır həmçinin. Yəni döyüşlərdə uğurlu nailiyyətlər əldə etmişdir və buna görə də sizi təbrik eləmək istəyirəm ki, yəni sizin tələbələrinizdən biri olmuşdur o. Çox sağ olun, bu qədər. Qürurlandım. Çox sağ olun. Biz də sizinlə qürur duyuruq. Çox sağ olun. Tamam, məncə. Bu görüşümüzün son nöqtələrində demək istəyirdim ki, Müşfiq müəllim, sizin mülahizələrinizdən, ümumiyyətlə həyata baxışınızdan siz hər dəfə deyirsiniz cənnəti axtarmayın, cənnəti, ətrafınızı cənnətə döndərməyə çalışın. Siz qəhrəmanlığı dışarıda deyil, ailənin içində, anaya, ataya olan hörmətdə, özünüzü cəmiyyəti dəyişməyə yox, özünüzü dəyişməyə çalışın. Siz ən böyük həqiqət Allahın özüdür. Bu yolda və bu qədər fikirlərinizlə daima bizləri o işığa çatdırmaq üçün etdiyiniz bu səy, bu mübarizədə sizə böyük qüvvət, səbir və deyim sizə ki, bizlərin hamımızı bu qədər riqqətə gətirib, səmimi söhbətlərinizlə və bu axır zamanlar sizə deyilən tənqidlərə baxmayaraq, siz özünüz dediyiniz kimi daima bu tənqidlərdən daha da qürrələnirsiniz və daha yeni kəşflər edirsiniz ki, bu görüşləri tez-tez edəsiniz və bizi sevindirəsiniz. Mən inanıram ki, bizim Sumqayıtımıza bu görüşlər, Sumqayıtlılara bu görüşlər çox lazımdır. Və biz istəyirik ki, bunu hər zaman, necə deyim sizə, ehtiyacı olan insanlar sizdə bir nicat tapsınlar, şəfalansınlar və buna görə də sizə çox dərin təşəkkür edirəm hamımızın adından. Çox sağ olun. Yenə də deyirəm, çox sağ olun ki, bu dəyərli vaxtınızı bizə ayırıb gəlmişsiniz. Çox sağ olun. Siz sağ olun. Bizim bu Manifest kitab evinin təsisçisi Rüfət müəllimə Amal Xeyriyyə Cəmiyyətinin təsisçisi Rüfət müəllimə də bir söz demək istəyirəm ki, bu təklifi Söhbət Var layihəsinin ideya müəllifi Rüfət müəllimdir. Zəhmət olmasa Rüfət müəllim buyurun. Təşəkkür edirəm Müşfiq müəllim sizə. Müşfiq müəllim özünə dedim, hər səhər neçə illərdir Müşfiq müəllim səsinə yuxudan oyanıram. Biz də xanım hər dəfə sizi dinləyir, sonra yavaş-yavaş mən də sizi kəşf etdim. Əslində Manifest kitab evinin yaranması, mən hər dəfə bunu vurğulayıram, bu bir gəlir mənbəyi kimi deyil də, kitab işlərinə məşğul olanlar bilər ki, kitab satışında elə bir xeyir deyə bir şey yoxdur, amma bugün bir fikirləri bölüşən insanlar yığışıb, bu mənim uğurumdur. Bu məni bilmirəm, biz nəyisə kökdən dəyişə bilmərik, ancaq nəsə bir toxunuş edə bilərik. Hər biriniz inanıram ki, burada aldıqlarınız həyatınızda bir toxunuş edib. Bunlar çox önəmlidir. Bu tək cəmiyyətdə yox, ailəmizdə, övladımızda nə qədər toxunuş edə bilsək, nə qədər insanları xoşbəxt edə bilsək, bir o qədər də özümüz də xoşbəxt olarıq. Allah bizi hər dəfə ayələrində bildirir ki, mən ən çox sizin o dedikləriniz hər dəfə məni tərpədir ki, əgər həyatda gördüyün bir xeyir iş yoxdursa, sən lazımsızsan. Allahın ayələrini hər dəfə oxuyanda 3-4 ayədən bir o bizə hər dəfə yaxşılıq etməyi deyir. Gəlirindən xərcləməyi deyir.
verməyimizi deyir. İnanın verdikcə özümüz də bilmədən mənim həyatda heç nəyim olmuyor. Yəni biz balaca bir otaqda 2 ailə bir yerdə yaşamışıq, 2 yerə bölüb. Mən bunu bilmirəm bu necə əmələ gəldi. Ancaq demirəm mən yaxşı iş gördük ya yox, amma bilirəm ki, o mükafatlandırandır, bilirəm o çoxaldandır. Biz də onun üçün gözəl işlər görməliyik. Bacardığımız qədər, edə bildiyimiz qədər etməliyik. Hər birinizə minnətdaram, çox sağ olun. Müşfiq müəllim, öncə sizə təşəkkür edirəm bu gözəl görüşə görə. Bir şey həyatda dərk elədim ki, təbii gülün ətri var, amma süni gülün ətri yoxdur. Amma hər ikisi çox gözəldir. Siz həqiqətən bura ətir saçırsınız. Çünki ruhunuzda olan nur bura yayılır. Burada sizi dinləməyən də ola bilər, dinləyən də ola bilər. Çünki insan, Allahın deyir, sirləri aşkardır. Haqqı görməyənlər, bilməyənlər ona kardır. Bu bizdən asılı bir şey deyil. Bu bəsirətin işidir ki, nəfsə qalib gəldikcə, o mərtəbələrə indikcə biz dinləyə bilirik. Məsələn, mən bu yaşımda sizə rast gəlmişəm. Yəni, düzdür, təəssüf edirəm, həm də etmirəm. Ən azından bu yol açıldı. Yəni, heç açılmaya bilərdi. Ya ona görə də bir belə deyim var ki, deyir, belə insanları qoruyun. İnsan var, eldən gedir, insan var, evdən gedir. Yəni, eldən gedənlərimizi qoruyaq. Çünki onların gedişi çox ağırdır. Yəni, çox ağırdır, çünki onlar bizə özümüzü tanımağa kömək edirlər. Hər bir sir özdədir. Yəni, ona qayıtdıqca dünyanın yox, yəni Allahın nə qədər dərin bizi yaratdığını anlayırıq və sizi ya bizi heç kim dəyərləndirməsə belə, o dəyərləndirib sizi ucaldıb. Əsas odur ki, siz onu tanıyıb ucalırsınız. Şükürlər olsun. Ya buna görə sizə təşəkkür edirəm. Və Napoleonun, Sokratın belə bir sözü var, deyir ki, mən öyrətmirəm, mən düşündürürəm. Yəni, siz bizi düşündürürsünüz, öyrətməli bir şey yoxdur zaten. Biz hamımız eyni ruhdan gəlmişik. Yəni, çox təşəkkür edirəm. Öncə Rəbbim mən sizlə qarşılaşdırdı, sonra da sizə bu gözəl çıxışa görə. Xoş gördük. Can. Mənim müəlliməm gəlibdi bura. Çox sevindim. Çox sağ ol. Yox qızım. Çox sağ ol. Çox sağ ol. Çox xoş gəlmisiniz. Xoş var. Çox sağ ol. Siz sağ olun müəllimə. Çox şərəf etdiniz. Müşfiq müəllimi mən lap uşaqlıqdan tanıyıram. Lap uşaqlıqdan. Deməli, o qədər adamın üzünə tərifləməzlər, amma deyir, görünən dağa bələdçi nə gərəkdir. Yəni, o qədər qarşımda otururdu, o ağıllı, bilirsiniz, oğlan uşaqları belə nadinc olur. Nadincliyi də var idi. Amma belə dərsi o qədər diqqətlə qulaq asırdı, o qədər belə, mən də ancaq dərs danışanda bir Mikailova yeganə var idi, onun gözünə baxırdım. Bir də Müşfiqin gözünə baxırdım. Çünki orada o, necə deyim, danışdığımı alırdım ki, bu uşaqlar aldı mı, başa düşdü mü? Müşfiq müəllimi çoxdan izləyirəm. Bir dəfə hələ təzə dərs deyirdi universitetdə, onda da rastlaşdıq. Dedi ki, bəs mən fəlsəfə ilə maraqlanıram, amma texniki fəndə idi. Mühəndislik yox. Dedi, adını çəkdi ki, bəs filan adamı da demirəm, tanıyırsınızmı? Tanıyırdım, amma belə yaxından heç nəyini də oxumamışdım. Bilirdim, eşitmişdim ki, Asif ata var. Amma heç nə oxumamışdım. İndi ayıbdır, bilmirəm. Ürəyimdə belə dedim, hə, çox yaxşı belə. Amma sonra dedim, heyf mənim bu uşağımla. Bu gedib, indi nə edəcək, nə olacaq? Gül kimi oxuyurdu, gül kimi universitetə qəbul oldu, dərs deyir, bu fəlsəfə nədir? Görəsən, nə edəcək bu orada? Çünki bilirsiniz, universitetlərdə də indi bəlkə sizə yaxşı tədris edirlər. Biz oxuyanda elə o qədər yox. Sözün açıq, biz də Kant, nə bilim, belə gəldi, nə bilim, Diderot belə getdi. Belə, biz o qədər də Voltaire belə oldu. O qədər də maraqlanmırdıq. Amma Müşfiqə, sonra biz burada yaşamırdıq. Çıxdıq, getdik, başqa ölkədəydim. Oxudum, nə bilim, tapdım ki, gördüm, qarşıma çıxdı Konfutsi. Yazışdım ki, bəs doğrudan da sən filosof oldun. Hə, deyir, müəllimə tərcümə elədim Azərbaycan dilinə, çox maraqlı. Çox
necə deyim, o axtaran tapar. Yəni ki, məqsədinə çatan insandır. Yetkin, o insan özünü yetişdirir də. Burada cavanlar, gənclər çoxdur, ona görə deyirəm. İnsan nə qədər kənardan o deyir quyuya su tökməklə quyu alınmır ki, mütləq o qaynamalıdır. Yəni kimin də təsiri olsa, əlbəttə ki, kiminsə təsiri olur, kimsə bizi düzgün yola çəkir, kimsə iraq olsun başqa bir yola çəkir, amma Müşfiq müəllimi heç kim heç bir yolundan başqa döndərə bilmədi və mən bugün o qədər sevinirəm ki, bir müəllim kimi, bir ana kimi, mən Müşfiq müəllimi özü bilir, mən onu elə bir öz evladım sayıram. Bilir ki, mən bunlara görə üzr istəyirəm, yoldaşım təyinat almışdı Bakıya. Mən köçməli idim Sumqayıtda. Mən bunların sinifinə görə köçmədim. Müşfiq də yeganəyə görə köçmədim. Qaldım, əbədi Sumqayıtlı oldum. Mən bilirsiniz, müəllimin şagirdi onu keçib ötəndə, bəlkə kimsə belə paxıllıq eləyər. Birinci, mənim o yaşım deyil. İkinci də ki, əksinə mən çox fəxr eləyirəm. Müşfiq müəllim nə danışırsa, o ürəkdən danışır. Yəni ki, onu elə belə söz xatirinə, nə bilim, kiminsə xoşuna gəlmək üçün, ya nə bilim, kimsə tərif eləsin, elə deyil. Çünki mən bu adamı uşaqlıqdan tanıyıram. Bu necə var, elədir. Sizə bol uğurlar arzu eləyirəm. Bu yolu siz seçmişsiniz. İnşallah, mən inanıram ki, bu yolda da böyük sizin открытие budur da, belə kəşfləriniz olacaq. Siz də çox sağ olun. Bu manifest kitab evinə də, təşkilatçılarına, bunun yaradıcılarına da, mən Günel xanıma da, sizə də oğlum, çox təşəkkür edirəm. O qədər gözəl bir təşəbbüsdür ki, kimsə kafe açır, kimsə restoran açır. İndi Allah xeyrini versin. Amma bura, bilirsiniz necə, ocaqdır, burada gəlib öyrənmək olur. Burada, keçən dəfə mən gəlmişdim Afaq xanımın görüşünə. Onda dedim ki, Günel qızım, Müşfiq Şükürov var, onu çağır. Deyir, hə, biz deyir, planlaşdırmışıq, onu çağıracaq. Yəni ki, çox sağ olun. Birinci, öz Sumqayıtlımızdır, özümüzündür, öz yetişdirməmizdir. İkinci də ki, bu gənclər, bax, burada əyləşiblər gənclər, orta yaşlı adamlar. Bu çox lazımdır. Bu kitabdan o televizor heç nə öyrətmir, o internet heç nə öyrətmir. Nə bilim, o müvəqqəti bir şeydir. Amma insan bu kitablardan oxuduqca o həyatı yaşayır. Orada olur, onun içində olur. Necə Müşfiq müəllim, bax, fəlsəfə ilə məşğul oldu, onun içindədir. Onu oradan çıxartmaq mümkündür. Çox sağ olun, təşəkkür edirəm. Çox yaxşı. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Mən arzu edirəm ki, növbəti Müşfiq müəllimin kitabını, biz bu haqda danışmışıq artıq, Müşfiq müəllim kitabını bitirsin, nəşriyyatı olunsun, onun təqdim etməsini elə bu manifest kitab evində də edək. İnşallah imza günü keçirdək. Çünki bu manifest kitab evində bu silsiləli bir tədbirlər olur, tez-tez olur. Allah qoysun. İnşallah sizi əli dolu gözləyirik. Allah qoysun. Allah qoysun. Sağ olun. Təşəkkür ederim. Sağ olun.